Herkese salam, əziz beşincilər. Bugün biz sizinlə böyük summativ 1-in izahını paylaşacağıq. Gəlin başlayaq. Ayan studies in a class together with you. She is your e, classmate olacaq. Çünki niyə? Deyir ki, Ayan təhsil alır səninlə birlikdə sinifdə. Yəni səninlə eyni sinifdə təhsil alır. Deməli, o sənin sinif yoldaşındır. Classmate olacaq, sinif yoldaşın. In this subject, we study numbers and shapes. Deyir ki, bu subjectdə, bu fəndə biz öyrənirik nömrələri və formaları. Bu da olacaq maths. Daha sonra, what do we do in the physical education lessons? Physical education, yəni bədən tərbiyəsi deməkdir. Fiziki tərbiyə dərsi. Fiziki tərbiyədə biz do sports idman edirik və do exercise məşq edirik. Learn a learn a language, yəni dil öyrənmirik. Draw picture, şəkil çəkmirik. Listen to music, musiqi dinləmirik. Everybody in our class loves Shams because deməlidir ki, hər kəs bizim sinifdə Şəmsi sevir. Çünki o dost canlıdır, mərhəmətlidir. Boring sıxıcıdır, alone yalnızdır, crueldir, qəddardır, düzgün gəlməz. Find the antonym the word interesting. Interesting maraqlı deməkdir. Antonimi bunun olacaq sıxıcı. Sıxıcı da boring. 6-da isə əmizar istifadə olunmaq istəyir. My friends olacaq ar yazmaqdan. Are. Çünki niyə? Friends cəmlədir. Murad isə təkdə olacaq is. Daha sonra 7-də in which sentences is the frequency adverb used incorrectly? Hansı cümlə və yaxud da cümlələrdə, burada esi belə niyə mötərizədə yazıblar? Çünki bir cümlə də ola bilər, bir neçə cümlə də ola bilər. Tezlik sərfləri yanlış istifadə olunub. Deməli, biz bilməliyik ilk öncə ki, tezlik sərfləri harda istifadə olunur. Tezlik sərfləri feilli cümlələrdə mübtəda ilə feilin arasında istifadə olunur. Əmizarlı cümlələrdə isə əmizardan sonra, yəni am, is və are gördüksə cümlədə ondan sonra istifadə olunacaq. Feil varsa isim və feilin arasında. Baxın burada. Gəlin baxaq ilk cümləyə. İlk cümlədə görürəm ki, əmizar var. Ondan sonra gəlib always. Deməli bu correct, düzdür. He never wakes up late. O heç vaxt gec oyanmır. Wakes oyanmaqdır, heç şəxsdir. Never də ortada işlənib. Deməli bu da düzdür. 3-də baxırıq. Omar goes usually. Burada artıq qayda pozulub. Çünki Ömər isimdir, goes feildir, usual işlənməlidir burada. Bunların ikisinin arasında. Deməli bu yanlışdır. 3-ü götürürük, yanlış işlənib. She sometimes is. Biz dedik ki, əvəzar olan cümlələrdən sonra gəlməlidir tezlik sərfləri. Deməli, is burada olmalıydı. Sometimes sonra gəlməlidir. Deməli, 4 də oldu səhv. 5-də my brother does always exercise in the morning. Mənim qardaşım həmişə edir olacaqdır. Həmişə olacaqdır burada. Edir gələcəkdir always-in yanına. Çünki niyə? Dedik ki, isimlə feilin arasında işlənir. My brother olmalıydı isim. Does da feil. My brother always does exercise in the morning. 5-də yanlışdır. 3, 4, 5 olacaq bizdə yanlış cümlələr. 8-ə baxırıq. Fill in the gaps with the given words who, what, when, where, how far. Deməli, bu xüsusi cümlələrlə, xüsusi sual sözlərini biz düzgün cümlələrə qoymalıyıq. İlk öncə xüsusi sual sözlərini işlətməzdən əvvəl ən mühüm şey onların mənalarını bilməkdir. Who kim, what nə, when nə vaxt, where harada, how far nə qədər məsafədə, nə qədər uzaqda. Belə. Aha, daha sonra isə bunları istifadə edərkən cümləyə baxmalıyıq ki, bizdən nə istənilir. Məsələn, burada deyir ki, is your favorite singer? Singer müğənni deməkdir, canlıdır, düzdürmü? Mən canlıya nə deyə bilmərəm, nə zaman deyə bilmərəm, harada deyə bilmərəm, nə qədər məsafədə deyə bilmərəm. Deyəcəm ki, kim? Who is your favorite singer? 2-yə baxırıq.
Deyir ki, what do you do in your free time? Baxın, what do you do deyirəm. Sən boş vaxtında nə edirsən? Baxın, etmək var burada. Nə edirsən? What? Daha sonra, is the park from your school? Burada olacaq how far? How far? Deyirsən, nə qədər uzaqlıqdadır park sənin məktəbindən? Park sənin məktəbindən nə qədər uzaqlıqdadır? Dördə baxırıq. Live var, yaşamaq. Yaşamaq da hər hansı bir yerlə bağlıdır, düzdürmü? Where do you live? Sən harda yaşayırsan? Where do you live? Daha sonra 5-də birthday var. Ad günü. Deməz ki, sənin ad günün kimdir? Sənin ad günün nədir? Sənin ad günün haradır? Sənin ad günün nə qədər uzaqdır? Sənin ad günün nə vaxtdır deyər. Ona görə də when. Belə. Daha sonra put the words in the right order. Düzgün ardıcıllıqla cümləni qurun. Deməli, birinci gəlməlidir bizim mübtədamız, sonra feilimiz. We go to school. Sonra gəlməlidir bizim objectimiz. 5 times a week. Sonra gəlməlidir zaman. Biz məktəbə həftədə 5 dəfə gedirik. Belə. Onda isə describe the girl in the picture with your own words. Deyir ki, şəkildəki qızı öz sözlərinlə təsvir et. Necə təsvir edə bilərik bunu? Məsələn, deyə bilərik ki, the girl has curly blonde hair. Daha sonra she has big green eyes and a happy face. Xoşbəxt üzü var. She looks friendly and beautiful. Belə şəkil təsvirini də bu şəkildə yaza bilərsiniz. İstəsəniz onun geyindiyi köynəyi də yaza bilərsiniz. Məsələn, she is wearing pink t-shirt. O çəhrayı t-shirt geyinib kimi də belə cümlədə əlavə edə bilərsiniz. Belə uşaqlar, bugünlük izahımızın sonuna gəldik. Növbəti izahlarda görüşənədək hələlik.